Azərbaycanda qadın ərini öldürüb həyata bastırıbmış və həmin o bastırdığı yerdə də güllər əkibmiş. Sabunçu rayonunda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Samir Arifoğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü ilin dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib. Samir Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində bastırıldığı müəyyənləşib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Elmira İbrahimova tutularaq istintaqa təhvil verilib. Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir və Qafqazinfonun əldə etdiyi məlumata görə qadın izi itirmək üçün ərini bastırdığı yerdə güllər əkibmiş.